Salam, mən Leyla. Mən də Lalə. Bizi birləşdirən ortaq cəhət isə Bizim tez bir zamanda iş həyatına atılmamızdır. Lalə hələ tələbə olmadan iş həyatına necə başladı? Mən hələ abituriyentkən asudə vaxtlarımda TikToka baxırdım və qarşıma anidən Dost Agentliyinin könüllülüyü ilə bağlı bir videosu çıxdı. Mənə çox maraqlı gəldi ki, bəs burada necə bir şeydir? Yəni könüllü olmaq nədir? Həmçinin də nə ilə bağlıdır? Və mən həmin səhifəyə yazdım. Onlar məlumat verdi, ətraflı məlumat verdi və 16 yaşa 29 yaşa qədər hər kəs könüllü ola bilərdi. Və mən də dedim ki, niyə də bu şansdan istifadə etməyim? Və elə oldu ki, həqiqətən də müsahibəyə çağırıldım və qəbul oldum. Hələ universitetə başlamamışdım, imtahanı vermişdim, kodlaşdırma etməli idim və mən bilmirdim ki, hansı ixtisası seçməliyəm, hansı ixtisas mənim üçündür. Və Dost Agentliyində könüllü olanda, insanlara kömək edərkən onların sevinməyi belə məni o qədər xoşbəxt edirdi ki, və mən düşündüm ki, həqiqətən də sosial iş oxumalıyam. İnsanlara kömək edərək onların xoşbəxt olmağı məni xoşbəxt etməlidir. Və bu hadisədən sonra artıq kodlaşdırmaya getdim və sosial işi kodlaşdırdım. Sonra universitet başladı. Universitetdə könüllü olmağa davam elədim. Daha sonra təcrübələrə getdim. Nazirlikdə təcrübədə olmuşdum. Yenə Dost Agentliyinin özündə təcrübədə olmuşdum və bu prosesdə qərar verdim ki, həqiqətən də mən düzgün ixtisas seçmişəm və həyatımı bu ixtisasla davam etdirəcəm. Və həmçinin universitetdən öncə könüllüyə başlamağım mənim networkingimə də səbəb oldu ki, hansı ki, bu networking vasitəsilə mən başqa iş şansları da əldə elədim. Universitetdə oxuya-oxuya tələbəykən işləməyə də başladım və düşünürəm ki, hər bir tələbə könüllülüyü elə sadə bir şeymiş kimi, sadəcə pul verilmir, gedirəm kimisindən deyil də, həqiqətən də bir şansmış kimi görməlidirlər və bu könüllülüklərdə iştirak etməlidirlər. Bəs səndə necə olmuşdu Leyla? Məndə hər şey çox fərqli şəkildə oldu. Mən anamla autizmli uşaqlar haqqında söhbət apararkən 1 saat sonra mənə zəng gəldi ki, bəs autizmli uşaqla məşğul olarsanmı? O zəng, o təklif mənim həyatımın dönüş nöqtəsi oldu. İlk başlarda qorxurdum, çəkinirdim qəbul etməyə. Həm tələbə idim, 1-ci kursu yeni bitirmişdim, həm də ki, başlayarkən heç düşünməzdim ki, belə bir təklif alaram bir gün və autizmli uşaqlarla işləyərəm. Qəbul etdim, cəsarətli davrandım və başladığım ilk gün deyirdim ki, mən bundan əvvəl işləməmişəm, təcrübəm yetəri qədər yoxdur, məlumatım var idi, biliyim var idi, lakin təcrübəm yox idi. Nə etdim? Bir həftə vaxtım var idi. Bir həftə ərzində autizmli uşaqlarla bağlı bütün kitablar, təlim vəsaitləri, bütün filmlər, hər bir şey, videolar, hər bir şeyi izlədim. Necə onlarla məşğul olmaq olar, hər birini bir-bir araşdırıb çıxdım valideynin qarşısına. Uşaq yanımda, valideyn qarşımda və ilk günümdü, necə davranacağımı bilmirdim, çünki tam hazır deyildim kimi hiss edirdim. Yəni mən elə düşünürdüm. Amma valideyn o qədər yaxşı bir valideyn idi, o qədər gözəl bir ana obrazındaydı ki, həm o mənə dəstək oldu, həm də ki, mən autizmli uşaqla işləyərkən onunla qarşı necə böyük bir sevgi ilə yanaşdığımın fərqinə vardım və həqiqətən də mənim üçün çox dəyərli bir duyğu idi ki, mən sosial iş oxumağa başlayarkən düşünürdüm ki, gənclərlə işləyərəm gələcəkdə, yeniyetmələr və gənclər, çünki o dövrlərdə maraq nöqtəm onlar idi. Və həmin o uşaq mənim həyatıma o qədər gözəl təsir etdi ki, mən empatiya bacarığımın belə olduğunu sanmırdım. Empatiya duyğumun bu qədər güclü olduğunun fərqində deyildim. Həmçinin həmin uşaq məni məndən yenidən tanış elədi. Mən necə bir insan olduğumu, necə bir sosial işçi olacağımı, hər bir şeyi yenidən başladım öyrənməyə və demək olar ki, həyatımın dönüş nöqtəsi o gündən başladı. Hər o uşaqla məşğul olduğum gün daha yeni şeylər öyrənir və dünyaya tamamilə başqa cür baxırdım. Bu proses həmin uşağın inkişafına necə təsir eləmişdi? Nələr əldə etdiniz? Düşünürəm ki, həmin uşaq artıq fikirlərini ifadə edə bilirdi. Çünki ilk başlarda, necə deyim, mən onunla əlaqə qurarkən biraz mənə qarşı çəkinirdi, yad biri kimi görürdü. Amma zamanla mənə öyrəşdiyinin, hətta mənim üçün bəzən darıxdığının da şahidi oldum və bu mənim üçün həqiqətən çox dəyərli bir duyğu idi. Belə müşahidələrimə onu deyərəm ki, bilirik ki, autizmli uşaqlarda diqqət təzyiqliyi problemi olur, fokusuna bilməmə bacarığı. Mən bunların o uşaqda inkişaf etdiyinin fərqinə vardım
Yəni təcrübələrimdən biri də bu oldu ki, onların diqqət fokusunu, adaptasiyasını artırmaq üçün nələr etmək olar? Valideynin sizə qarşı reaksiyası necə idi? Məmnun idiniz prosesdən? Valideynlə həqiqətən də çox valideynə qarşı ümumiyyətlə çox böyük heyranlığım var idi. O qədər gözəl bir ana obrazı idi ki, onun aldığı uşağı üçün aldığı təhsil, öyrəndiyi biliklər və s. məni çox heyran eləyirdi. Və niyə? Çünki valideyn öz uşağı üçün əlindən gələn hər bir şeyi eləyirdi. Yeni biliklər qazanmağa, ünsiyyət formaları ilə digər uşaqlarla necə ünsiyyət qura bilər, onları araşdırmağa. Həmçinin mənlə paralel şəkildə mənə kömək eləyirdi. Yəni bu çox böyük dəstək idi mənim üçün. Həm mənəvi olaraq məni çox rahatladırdı, həm də ki, demək olar mənim akademik göstəricilərimdə də yüksək rol oynamışdı həmin uşaqla olan münasibətim və məşğuliyyətim. Əgər indi sizi izləyən bir tələbə hardan başlayım deyirsə, ona ilk olaraq nələr tövsiyə edirsiniz? Məncə ilk olaraq akademik göstəricilərindən başlamalıdır. Hansı ki, özünü harda tapdığını araşdırmalıdır. Bilməlidir ki, başladığı yolda akademik göstəricilər necə gedir. Əgər aşağıdırsa, motivasiyası yoxdursa, artıq öz sahəsinə doğru irəliləyəndə, necə ki, məsələn, irəlilədikcə ona çətinlik yaranacaq məqamları aradan qaldırmalıdır. Yəni ilk başda akademik göstəricilərini düzəltməlidir, məlumat almalıdır, bilik toplamalıdır. Əgər görürsə akademik cəhətdən zəifdirsə, təlimlərə qoşulmalıdır. Özünü hərtərəfli inkişaf etdirməlidir. Daha sonra praktikaya keçməlidir fikrimcə. Və sizin Mən fikrinizcə? düşünürəm ki, həmçinin sahəsini araşdırmalıdır. Məsələn, sosial işdə oxuyursa, sosial işin bir çox qolları var. Yəni bir çox sahədə insan öz karyerasını davam etdirə bilər. Həmin tələbə araşdırmalıdır. Məsələn, özünü harada görür? Gənclərləmi görür, uşaqlarlamı, yaşlılarlamı, əlillərləmi? Bunlar hamısını araşdırmalıdır və 4 ilin sonunda peşman olmamalıdır ki, mən səhv bir yerdəyəm, səhv bir 4 ilin boş-boşuna getdi. Həqiqətən sevdiyi işi görməlidir və əgər düşünürsə bu ixtisas onun üçün uyğun deyilsə, başqa bir sahə üzərində də işləyə bilər, davam edə bilər. Yəni 4 il sadəcə 4 il boyunca deməməli ki, mən səhv ixtisasdayam, mən nə edəcəm? Yəni biz istədiyimiz müddətcə başqa sahələr üzərində də inkişaf edə bilərik. Tam olaraq fikrim belə idi. Yəni ilk olaraq akademik cəhətdən özünü təsdiq etməlidir. Təşəkkür edirik sizə. Biz də.